Fəriştə mağarası uzaq dağların qoynunda tarixin dərin izlərini daşıyan, qədim ənənələrin və insan ruhunun sarsılmaz inamının birləşdiyi kiçik bir kənd yerləşirdi. Bu kəndin adı Sərvət Qalaya idi və onun daş döşəməli yolları, köhnə ağacların fısıldadığı dastanları, axan çayların nəğməsini və küləyin gətirdiyi sirlərini özündə cəmləşdirirdi. Hər səhər dağların zirvələrindən süzülən günəş şüaları kəndin dar küçələrinə yumşaq işıq saçarkən həm də keçmişin, həm də gələcəyin ümid dolu xatirələrini oyaq edirdi. Kənd sakinləri torpağa, adət-ənənələrə və öz arasında qurulan dərin insani əlaqələrə inanır. Hər kəs həyatın hər anını qiymətləndirərək ürəklərində sarsılmaz inam və mərhəmət bəsləyirdi. Kəndin ən qədim əfsanələrindən biri Fəriştə mağarası haqda idi. Əfsanəyə görə bu mağara dağların bir küncündə, sirli və dərin bir yerdə yerləşirdi. Onun qapıları sanki ilahi bir sirri qoruyur, içərisində isə hər bir kəsin qəlbində gizlənmiş ən incə duyğuları, kədəri və sevinci əks etdirən bir aynaya çevrilirdi. Kəndin yaşlıları deyirdilər ki, bu mağara mələklərin səsi ilə danışır, insanlara həyatın dərin mənasının doğru yolu və əbədi ümidləri göstərir. Hər kəsin ürəyində bu mağaraya olan hörmət və eyni zamanda biraz da qorxu var idi, çünki mağaranın sirlərini tam bilənlər nadir idi. Bu əfsanənin səmimi izləri arasında böyüyən gənc Arif, kəndin ən hörmətli ailələrindən birində dünyaya gəldi. Arifin ürəyi sanki kəndin sakit axan çayı kimi dərin və düşüncəli idi. Uşaqlığından etibarən nənəsinin danışdığı hekayələrdə o, Fəriştə mağarası haqqında eşidərdi. Nənəsi ona deyərdi, o mağara, oğlum, sanki kainatın ən gözəl sirrini saxlayır. Hər bir kəsin qəlbində gizlənmiş xəyalları və acıları orada sanki mələklərin qanadlarında daşıyır. Bu sözlər Arifin ruhuna dərin izlər buraxdı və o, böyüdükcə mağaranın sirlərini, həyatın mənasını anlamağa dair bir axtarışa başladı. Arifin ən yaxın dostu Rəşid də onun kimi həyatın dərinliyinə inanan, hər çətinlikdə və sevinclərdə bir araya gələn səmimi bir insandı. Rəşid, kəndin digər ucunda atalarının əcdadlarından qalan zəngin ənənələrin izində gedən bir ailənin varisi idi. Onun ağlında kəndin tarixi, dövrlərin dəyişməsi və insan təbiətinin sirləri haqqında dərin düşüncələr dolaşırdı. Hər ikisi, Arif və Rəşid, kəndin dar küçələrində, sakit axan çay kənarında və ucsuz-bucaqsız dağların qoynunda uzun-uzadı söhbətlər edərək həyatın mənası üzərində düşünürdülər. Günlərin birində kənddə baş verən bir fəlakət hamını sarsıtdı. Yağışların azaldığı, çayların quruduğu, torpağın çoraklaşdığı günlər gəldi. Kənd sakinləri illərdir bərəkətli olan torpağın indi necə də çətinliklərlə üzləşdiyini gördülər. Hər kəsin qəlbində narahatlıq, acı və gələcəyə dair ümidin zəiflədiyi bir zaman idi. Arif isə bu çətinliklərin arasında nənəsinin sözlərini xatırlayaraq Fəriştə mağarasına getməyə qərar verdi. O, inanırdı ki, mağara yalnız ilahi bir nurun, mələklərin səsi ilə dolu deyil, həm də həyatın acı və sevinclə dolu anlarının birləşdiyi, yenidən doğulmanın mümkünlüyünü göstərən bir mənbədir. Arif, yanında Rəşid də olmaqla, dağların əsrarəngiz yollarından keçərək mağaranın yerini tapmaq üçün uzun və çətin bir səyahətə çıxdılar. Yolda təbiətin bütün incəlikləri, dağların sərt qayaları, çayın quruyan səsi və küləyin gətirdiyi qədim nağıllar onların ruhunu dincəldirdi. Hər addımda kəndin keçmişindən gələn izlər, böyük əcdadların dərd və kədəri, sevgi və inamın simvolu kimi onların qəlbində yaşayırdı. Yol boyu Rəşid Arifə demişdi, Arif, bəlkə də bu səyahət yalnız mağaraya getmək deyil, həm də öz içimizdəki itmiş ümidləri tapmaq üçündür. Hər daş, hər ağac və hər nəfəs bizə həyatın həqiqətini öyrədir. Arif isə səmimi baxışlarla cavab vermişdi, bəli, Rəşid. Mən inanıram ki, Fəriştə mağarası yalnız fiziki bir yer deyil, o, insanın qəlbindəki xatirələrin, kədərin və sevinclərin bir simvoludur. Bəlkə də orada kainatın sirlərini, mələklərin səsini eşidərik. Səfərləri zamanı dağların dərinliklərində qəribə və möhtəşəm mənzərələrə rast gəldilər. Buludların arasında gizlənən ucsuz məkan, günəşin batışında alov kimi yanan səma və gecələr ulduzlarla dolu, sanki ilahi bir şölənin şahidi olan təbiət hər ikisinin ruhunu doyururdu. Yolun sonunda uzun axtarışların səyahətinin sonunda onlar əfsanələrdə eşitdikləri Fəriştə mağarasının qapısına çatdılar. Mağara qapısı sanki zamanın unudulmuş bir küncündə qədim daşlardan tikilmiş, üzərində incə naxışların və mələklərin qanad izlərinin əks olunduğu möhtəşəm bir abidə kimi dururdu. Arif, qəlbi həm qorxu, həm də böyük bir ümidlə dolu olaraq mağara qapısına yaxınlaşdı.
O dərindən nəfəs aldı, sanki o an bütün kəndin, bütün əcdadların, bütün gələcək nəsillərin arzuları və kədəri bu yerdə toplanırdı. Rəşid də onun yanında dayanaraq sakit və səmimi bir şəkildə dedi: "Bu qapı yalnız daş və daşın əbədi izləri deyil, həm də insan qəlbinin dərinliyində gizlənən həyatın əsl mənasını, sevginin və ümidin əbədiliyini əks etdirir." Qapını açdıqları o an onlar içəriyə addım atdılar. Mağaranın içi zərif bir işıqla dolu idi, sanki orada görünməyən, amma hiss edilən ilahi bir nur vardı. Divarlarda əsrlərin acısı və sevinci, insanların duaları və itkiləri, adət-ənənələrin, kədərin və sevginin izləri hər biri bir-birinə qarışaraq o mistik məkanı bürümüşdü. Arifin ürəyi tez-tez döyünürdü, o, bu sükutun, bu ilahi işığın, sanki mələklərin səsini eşitdiyini hiss edirdi. Mağaranın dərinliyinə doğru irəlilədikcə onlar böyük bir otağa gəldilər. Bu otağın mərkəzində isə divarın üzərində incə oyma ilə "Ümid" sözünün yazıldığını gördülər. Arifin gözləri doldu, sanki bu söz onun bütün həyatını, bütün axtarışlarını və dərin arzularını əks etdirirdi. O, sanki illər boyu qəlbində yığılan bütün kədərin, acının, ümidin və sevgini bir anda bu otaqda tapdı. O an onun ruhu həm dəfələrlə doğulmuş, hər bir zərrəsində həyatın incə gözəlliyini, həm də ağrılı reallığını hiss edirdi. Rəşid də bir müddət dərin susqunluqda qaldı, gözləri uzaqlara dikilmiş, sanki orada illərin ömrünün, bütün insan talelərinin izlərini görə bilirdi. Sakitcə dedi: "Arif, bəlkə də bu mağara yalnız fiziki bir sığınacaq deyil. O, insanın qəlbindəki ən dərin yaraları, itirilmiş ümidləri və yenidən doğulmanın mümkünlüyünü simvolizə edir. Hər kəs həyatın çətin sınaqları qarşısında öz içindəki mələyi tapmaq üçün buraya gəlməlidir." Arif, otağın küncündə yerləşən bir daşın üzərinə əllərini qoyub uzun-uzadı düşündü. O, həyatın hər anında yaşadığı bütün sevincləri, kədərləri, itkiləri və qələbələri bir-birinə qarışmış, zamanın sonsuz axınına buraxılmış kimi hiss edirdi. Onun üçün bu mağara yalnız bir məkan deyildi, o, insanlığın, əbədi inamın və sevginin canlı simvoluna çevrilmişdi. Geri qayıtdıqları zaman Arif və Rəşid mağaradan aldıqları dərin mənəvi dərsi kəndlərinə daşıdılar. Onların hekayəsi illər boyu dildə dolaşdığı insanlar fəriştə mağarasının sirlərindən ilham alaraq həyatın hər çətinliyini sevgi və inamla aşmağa çalışdılar. Kəndin qadınları, uşaqları və yaşlıları bu nağılı nəsildən nəsilə ötürərək torpağın, ənənələrin və insan ruhunun əbədi gözəlliyini bir daha anladılar. Günlər keçdikcə Sərvət Qala kəndində yenidən bərəkət və sevinc hökm sürdü. Torpaq yenidən canlandı, çaylar sularını tapdı və insanlar ürəklərində daşıdıqları dərin ümidlə həyatın hər anını daha dəyərli bilirdilər. Arifin və Rəşidin səyahəti hər kəsə öyrətdi ki, insanın qəlbindəki ən dərin yaralar, ən böyük acılar belə sevgi və ümidin nuruna qovuşduqda yenidən doğula bilər. Hər kəs bu mağaranın sirlərindən öz həyatının mənasını tapdı və gələcəyin ümidini yenidən qurdu. Beləliklə, Fəriştə mağarası Sərvət Qala kəndinin ruhundan insanların qəlbindən əbədi bir işıq, sarsılmaz bir inam və dərin mənəvi dərs kimi yaşadı. Hər kəs mağaradan aldığı mesajı unutmadan həyatın çətinliklərini sevgi ilə qarşıladı, kədəri ümidlə aşdı və insanlıq tarixində hər anın qiymətini bilərək yaşadı. Bu nağıl, Tolstoyun romanlarında gördüyümüz kimi insanın bütün zəifliklərini və gücünü həm acı, həm də şirin anları bir araya gətirən, həyatın sonsuz sınaqları qarşısında bir araya gələn insanların hekayəsi olaraq nəsildən nəsilə ötürüldü. Hər axşam günəşin batışı ilə birlikdə kəndin dar küçələrində gəzən insanlar ucsuz dağların sükutunda Fəriştə mağarasının əbədi sirrini xatırlayır, hər kəsin qəlbində yaşayan o ilahi işığı hiss edirdilər. Beləliklə, Sərvət Qala kəndi həyatın bütün rənglərini, kədərini, sevincini və ümidini bir araya gətirərək insanlıq tarixində əbədi iz buraxan bir dastana çevrildi. Hər bir nəfəsdə, hər bir addımda mağaranın sirlərində əks olunan mələklərin səsi bütün kəsin qəlbində həyatın əsl mənasını, sevginin və inamın gücünü daim yaşatdı. Bu hekayə yalnız bir mağaranın tapılması və ya bir səyahətin bitməsi deyildi, o, insanın öz his dünyasını kəşf etməsi, hər kədərli anın, hər sevincli dəqiqənin dərin bir mənaya çevrilməsi və həyatın bütün çətinlikləri qarşısında sarsılmaz inamla, sevgi və mərhəmətlə irəliləməsinin ömür boyu davam edən nağılı idi. Fəriştə mağarası hər kəsə göstərdi ki, insanın qəlbi nə qədər yaralı olsa da, o, həmişə yenidən doğula bilər, sevgi ilə bütün ağrı və kədəri aşaraq əbədi bir nur kimi parıldaya bilər. Beləliklə, Sərvət Qala kəndinin sükut dolu dağlarının ətəyində Fəriştə mağarası yalnız bir coğrafi məkan olmaqdan çıxaraq, hər kəsin qəlbində həyatın dərin sirlərini və əbədi ümidini simvolizə edən bir ilahi məkan olaraq qaldı.
İnsanlar bu mağaranın sirlərindən öyrəndikləri kimi, həyatda hər çətin anın, hər kədərin arxasında gizlənən sevinci, hər itkinin sonunda yenidən tapılan ümidin dəyərini bilərək yaşadı və nəsillərə bu dərin dərsi miras qoydular.